ferritin azlığı həyatdan soyudur. Qadınlarda davamlı halsızlıq, yorğunluq, diqqət dağınıqlığı və hətta depressiyaya bənzər əlamətlərin səbəbi bəzən orqanizmdə ferritin çatışmazlığı ola bilər. Bu barədə daxili xəstəliklər uzmanı, terapevt uzman doktor Əfsanə Bayramova STV xəbəri açıqlamasında bildirib. Qadınlarda ferritinin 70-100 arası olmasını hədəfləyirik. Nə üçün? Halsızlıq, yorğunluq olmasın, infeksiyalara yatkınlıq olmasın, depressiv olmasın, saç tökülməsin, dırnaq tökülməsin. Yəni həmişə belə deyirəm xəstələrə, sizin dəmiriniz bir təhər çətinliklə hemoqlobin sintezləməyə çatır. Hemoqlobinlər də minimal 12-13 olanda çox nadir olur. Sevinirik. Yəni aylıq sikl dönəmində olan gənc bir qadının hemoqlobini 12 olanda sevinirik. 12-dən yüksək olmur. Çünki aylıq itkilər var. Və gündəlik qəbul etdiyi dəmir o 12 hemoqlobini şəkilləndirməyə ancaq çatır. Depolara baxanda ferritin depolarına boş. Ayrıca biokimyəvi testdir ferritin analizi dəmir deposunu göstərir və dəmir qəbul etməyən gənc bir qadında normal olduğunu görmədik. Normalda nəyi deyirik? 70-100 arası. 5, 2, 0, 3, onun altında bu qadının şikayətləri var. Halsızam, yorğunam, depressivəm, saçım tökülür, dırnağım tökülür, üzüm qırışır, qocalıram, yaşlanıram. Mütəxəssis vurğulayıb ki, mədə kiçiltmə əməliyyatı keçirən şəxslərdə dəmirin sorulması azaldığı üçün ferritin səviyyəsinin mütəmadi yoxlanılması böyük əhəmiyyət daşıyır. Vaxtında aparılan qan analizləri və həkim nəzarətində müalicə mümkün fəsadların qarşısını almağa kömək edir. Əfsanə Bayramova qeyd edib ki, uzun müddət davam edən halsızlıq və yorğunluq normal hal kimi qəbul edilməməli, səbəbin müəyyənləşdirilməsi üçün mütləq həkimə müraciət olunmalıdır.